Salam dəyərli izləyicilərimiz, müəllimlərin sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün sertifikasiyaya dəstək məqsədi ilə kanalımızda mətn tapşırıqlarının izahlarına davam edirik. Bu tip izahlarımızın, bu tip mətnlərinin ardının gəlməyini istəyirsinizsə, mütləq kanalımıza abunə olun. Elə başlayırıq birinci mətndən. Mətni yaxınlaşdırıram. Siz yaxşı-yaxşı oxuyun və vərəqdə qeyd edin, sonra izaha baxıb səhv və ya düz olduğunu yoxlayın. Bu tip mətnlərin əgər sizə faydası dəyirsə, bunu da mütləq şəkildə rəy hissəsində qeyd edin. Bir də həmişə dediyimiz kimi, mətn tapşırıqlarını yerinə yetirərkən mütləq yanınızda saat olsun ki, mətni saat üzrə işləyəsiniz və ən çox 2 dəqiqə yarım müddətində vaxt ayırasınız və həmin müddət ərzində mətni oxuyub cavablandırasınız. Birinci mətndə bizdən nə istəyir? Mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil? Bu tip tapşırıqlar bilirsiniz ki, sertifikasiya imtahanında qarşınıza çıxa bilər. Bu tip mətni yerinə yetirmək üçün ilk növbədə mətn diqqətli şəkildə oxunmalı, daha sonra variantlar təhlil edilməlidir. Gəlin oxuyaq. Tsunami sualtı zəlzələ nəticəsində yaranır. Bir neçə kilometr dərinlikdə okeanın dibi çatlayır. Ətrafa yayılan güclü təkanlar sahillərə doğru saatda 500 km sürətlə şığıyan su dalğaları əmələ gətirir. Sahillərə yaxınlaşdıqca dalğaların sürəti azalmağa, hündürlüyü isə daha da artmağa başlayır. Beləcə, biri, bəzən də bir neçəsi qabarıb nəhəng dalğaya çevrilir və quruya çırpılaraq demək olar ki, qabağına çıxan hər şeyi dağıdır. Mətni oxuduq və sualın şərti budur ki, mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil. İndi variantlarda verilmiş sualların cavablarını mətndə axtaracağıq və bəzən axtardığımız cavab konkret olaraq mətndə olmasa da, həmin verilmiş məlumatları təhlil etməklə o sualın cavabını da mətndə tapmaq mümkündür. Yəni, bu tipli tapşırıqları yerinə yetirərkən düşünməyin ki, sualın cavabı mətndə konkret şəkildə göstərilməlidir. Bəzən sətr altı formada, bəzən isə bilirsiniz ki, yeni çərçivə sənədində sətr altı mənanın müəyyənləşdirilməsi məsələsi var. Təbii ki, o ayrıca bir mətn tapşırığı ilə bağlıdır, amma bu tipli mətnlərin içərisində də bəzən sətr altı mənanı müəyyən etməyə ehtiyacı ola bilər və yaxud da hansısa məlumatları bir-birindən əlaqələndirib həmin mətnin sualını, yəni hansı ki, sualın cavabını da həmin mətndən tapmaq mümkündür. Tsunami harada baş verir? Bu sualın cavabı mətndə var. Tsunami sualtı zəlzələ nəticəsində yaranır. Demək ki, sualtı baş verir və daha sonra mətnin ikinci cümləsində qeyd olunub ki, bir neçə kilometr dərinlikdə okeanın dibi çatlayır və demək hadisə okeanın dibində baş verir. Belə başa düşmək olar ki, zəlzələ harada baş verir? Təbii ki, su altında və okeanın dibində. Bu sualın cavabı mətndə var. Ona görə bu bizim doğru cavab deyil. Bizə lazımdır ki, hansı suala cavab tapmaq mümkün deyil? Tsunaminin nəticəsi ətrafa necə təsir göstərir? Ətrafa necə təsir göstərməsi haqqında mətnin sonuncu cümləsinin sonuncu hissəsinə fikir versək görərik ki, qabağına çıxan hər şeyi dağıdır. Yəni, tsunaminin nəticəsi ətrafa dağıdıcı təsir göstərir. Baxın, qeyd olunub ki, beləcə biri, bəzən də bir neçəsi qabarıb nəhəng dalğaya çevrilir və quruya çırpılaraq demək olar ki, hər şeyi, qabağına çıxan hər şeyi dağıdır. Ətrafa dağıdıcı təsir göstərir. Bu sualın da cavabı mətndə var. C variantında qeyd olunub ki, sürətli su dalğaları necə yaranır? Sürətli su dalğaları qeyd olunub ki, okeanın dibi çatlayır, ətrafa yayılan güclü təkanlar sahillərə doğru saatda 500 km sürətlə şığıyan su dalğaları əmələ gətirir. Su dalğaları necə əmələ gəldi? Güclü təkanların nəticəsində, yəni güclü təkanlar sahillərə doğru saatda 500 km sürətlə şığıyan su dalğaları ötürür. Bu sualın cavabı da mətndə var. Sahilə yaxınlaşan dalğaların hərəkətləri niyə dəyişir? Gəlin baxaq. Sahilə yaxınlaşdıqca dalğaların sürəti azalmağa, hündürlüyü isə artmağa başlayır. Bu qeyd olunubdur. Lakin bununla bağlı hər hansı bir səbəb qeyd olunmuyub. Yəni, sahilə yaxınlaşan dalğaların hərəkəti niyə dəyişir? Hansı səbəbdən dəyişir? Bu haqda mətndə məlumat yoxdur. Yəni, qeyd olunsaydı ki, suyun dalğasının sürəti buna görə azalır və nəticədə buna görə də artır. Təbii ki, bunu ola bilər ki, hansınızsa coğrafi bilikləri yüksəkdir və onu qabaqcadan təxmin eləyə bilir. Amma təxmin etmək sualın cavabı deyil.
Mövcud mətndə bu suala cavab olmadığına görə demək ki, doğru cavab olur D variantı. Tsunami nədir? Tsunami sualtı zəlzələ nəticəsində yaranır və ondan sonra açır fikri deyir ki, bir neçə kilometr dərinlikdə okeanın dibi çatlayır, ətrafa yayılan güclü təkanlar sahillərə doğru saatda 500 km sürətlə şığıyan su dalğaları əmələ gətirir və tsunamini izah etməyə başlayır. Demək ki, tsunaminin tərifi mətndə verilibdir. Bu sualın cavabı da mətndə var. Doğru cavab D variantı oldu. Bir daha qeyd edirəm, bu tipli mətnləri yerinə yetirərkən fikir verməlisiniz nəyə? Sahillərə yaxınlaşan dalğaların hərəkətləri niyə dəyişir? Ola bilər ki, bu tipli sualın cavabı sizdə var. Yəni siz onun haqqında məlumatınız, belə deyək də, dünya görüşünüz kifayət qədər genişdir və coğrafi bilikləriniz genişdir. Siz bilirsiniz ki, dalğaların sürəti nəyə görə azalır sahilə çatanda, hündürlüyü isə nəyə görə artır. Bunu bilməyiniz hər şeyi həll etmir. Yəni sizin biliyiniz bu demək deyil ki, mətndə də bu belədir. Yəni mətndə nə verilibsə, mətndən hansı nəticəni çıxara biləriksə, biz həmin hissələrə nəzər salmalıyıq. Yəni onun əsasında müəyyən bir nəticəyə gəlməliyik. Fikir verin, mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil. Yəni mətndən kənarda hansısa bir bildiyimiz məlumatın bura heç bir aidiyyatı yoxdur və burada bizə kömək etməyəcək. Doğru cavab D variantıdır. İndi isə keçək 2 nömrəli test tapşırığına. İkinci sualda qeyd olunub ki, mətnə əsasən hansı fikir doğrudur? Bu sualı da yerinə yetirmək üçün mütləq şəkildə mətn diqqətli şəkildə oxunmalı və variantlar təhlil edilməlidir. Gəlin mətni oxuyaq. Levenhuk hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturub qapını bağlayırdı ki, heç kəs ona mane olmasın. Burada o, böyüdücü şüşələri, linzaları cilalayır və onların köməyi ilə ağac qabığına, bitkilərin yarpaqlarına baxırdı. Bir gün qabarıq linzanın altında gölməçədən götürülmüş bir yağış damcısına baxarkən onun qarşısında bütöv bir canlı aləm açıldı. Beləliklə, Levenhuk insanlara məlum olmayan, lakin təbiətdə və insan həyatında mühüm rol oynayan canlı aləmi, mikroorqanizmləri kəşf etdi. Mətni oxuduq, indi gəlin variantlara baxaq. Bizə lazımdır ki, mətnə əsasən hansı fikir doğrudur? Yəni, bizə doğru fikir lazımdır. A variantında qeyd olunub ki, Levenhuk ağac qabığına və bitkilərin yarpaqlarına baxmaq üçün evin arxa otağına keçirdi. Bu fikir yanlışdır. Nəyə görə yanlışdır? Qeyd olunub ki, mətnin birinci cümləsində Levenhuk hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturub qapını bağlayırdı. Nəyə görə? Ki, baxın səbəbini bildirir, heç kəs ona mane olmasın. Yəni, ağac qabığına, bitki yarpaqlarına baxırdı. Təbii ki, o böyüdücü şüşələri, linzaları cilalayır və onların köməyi ilə ağac qabığına, bitkilərin yarpaqlarına baxırdı. Lakin evin arxa otağına keçmə məqsədi onun ağac qabığına və yaxud da bitkilərin yarpaqlarına baxması deyildi. O, heç kəs mane olmasın deyə evin arxa otağına keçirdi. Burada qeyd olunub ki, Levenhuk ağac qabığına və bitkilərin yarpaqlarına baxmaq üçün evin arxa otağına keçirdi. Bu fikirlə baxsaq, böyüdücü şüşələri, linzaları cilalayırdı və onun məqsədi təbii ki, ağac qabığına, bitkilərin yarpaqlarına baxmaq deyildi. Və evin arxa otağına da ona görə keçirdi ki, heç kəs ona mane olmasın. Ona görə bu fikir mətnə uyğun deyil, yəni doğru fikir deyil. Levenhuk mikroorqanizmləri kəşf edərkən olduğu yerdə bərk yağış yağırdı. Mətndə belə bir cümlə qeyd olunub ki, bir gün qabarıq linzanın altında gölməçədən götürülmüş bir yağış damcısına baxarkən onun qarşısında bütöv bir canlı aləm açıldı. Levenhuk mikroorqanizmləri kəşf edərkən olduğu yerdə bərk yağış yağırdı. Biz bu qənaətə gələ bilmərik. Nəyə görə? Mətndə qeyd olunmuyub ki, leysan yağırdı və yaxud da güclü yağış yağırdı. Qeyd olunub ki, gölməçədən götürülmüş bir yağış damcısına baxarkən. Düşünə bilərsiniz ki, yəni o həmin əsnada, yağış yağdığı əsnada küçəyə çıxır və gölməçədən bir yağış damcısını götürür və onun üzərində müəyyən bir eksperiment aparır. Lakin bu cür də düşünmək olar ki, bəlkə yağış dünən yağmışdı, gölməçə bugün qalmışdı. Düzdürmü? Yəni bu formada da düşünmək olar da. Deyək ki, dünən güclü bir yağış yağır, gölməçə yaranır
və daha sonra həmin demək yağış damcısı ki gölməçədə var, o damcını götürərək onun üzərində eksperiment aparmaq olar. Və yaxud da bu cür də düşünmək olar ki, elə həmin gün yağıb, səhər vaxtı yağıb, bu eksperimenti məsələn günorta vaxtı aparır. Ona görə bu nəticəyə gəlmək olmur. Yəni bərk yağış yağırdı fikri doğru fikir deyil. Yəni bu dəqiqləşdirilmiş bir fikir deyil. Gölməçədən götürülmüş bir yağış damcısına baxır. Təbii ki, yağış damcısı gölməçəni əmələ gətirib bu aydın məsələdir, amma həmin vaxt yağış yağırdımı, yağmırdımı, bu haqqda mətndə məlumat yoxdur. Daha sonra, yəni B variantı doğru cavab deyil. Leeuwenhoek böyüdücü şüşəni yaxşı cilaladığı üçün mikroorqanizmləri kəşf etmişdi. Baxın, burada qeyd olunub ki, arxa otağa keçəndən sonra o böyüdücü şüşələri, linzaları cilalayırdı. Yəni bu onun gündəlik bir növ işi idi. Yəni o bundan qabaq da onsuz da onu cilalayırdı. Daha sonra onların köməyi ilə ağac qabıqlarına, bitkilərin yarpaqlarına, yəni bir sözlə ondan başqa vaxtlarda da bu belə deyək də, bu eksperimentləri aparırdı. Təbii ki, həmin cihazdan istifadə etməklə mikroorqanizmləri görür və eyni zamanda özü üçün kəşf elədi. Bəlkə başqaları kəşf eləyib ilk dəfə mikroorqanizmləri. Ona görə bu fikir, yəni mətnin məzmununa uyğun deyil. Bunu da çıxırıq. Yəni, bir daha qeyd edirəm. Böyüdücü şüşələri, linzaları, o bundan qabaq da onsuz da yəni yaxşı cilalayırdı da. Eyni zamanda mətndə qeyd olunmayıb ki, şüşəni yaxşı cilaladığı üçün mikroorqanizmləri kəşf edir. Və yaxud da biz bu nəticəyə də gələ bilmirik. Gəlin baxaq. Məsələn, qeyd olunub ki, bir gün qabarıq linzanın altında gölməçədən götürülmüş bir yağış damcısına baxarkən onun qarşısında bütöv bir aləmi gördü. Yəni belə deyək də, bütöv bir canlı aləm açıldı və buna görə də artıq o mikroorqanizmləri kəşf etmiş oldu. Bu aydın məsələdir. Amma şüşəni yaxşı cilaladığına görə mikroorqanizmləri kəşf etdi fikri yanlışdır. Deyə bilərsiniz ki, yəni onu yaxşı cilalayır ki, mikroorqanizmləri də yaxşı görür və beləcə bunu belə deyək də icad eləyir, kəşf eləyir. Yəni bu fikir uyğun gəlmir, tam şəkildə uyğun gəlmir. Bir daha qeyd edirəm, böyüdücü şüşələri, linzaları cilalayırdı onsuz da. Yəni bu gün də onu cilalayır və mikroorqanizmləri ümumiyyətlə araşdırmasına görə kəşf eləmişdi. Mikroorqanizmlər bu vaxta qədər kəşf olunmamışdı, çünki Leeuwenhoek böyüdücü şüşəni yeni kəşf etmişdi. Hatta mikroorqanizmlər bu vaxta qədər kəşf olunmamışdı fikri də müəyyən qədər müəmmalıdır. Yəni ola bilər ki, onu başqası da kəşf etmiş olsun. Çünki Leeuwenhoek böyüdücü şüşəni yeni kəşf etmişdi. Bir daha qeyd edirəm, ola bilər ki, yəni bu böyüdücü şüşəni başqası kəşf eləyibdi. Leeuwenhoek isə yəni sadəcə onu cilalayıbdır. Yəni onu kəşf etməsi haqqında, belə deyək də, böyüdücü şüşəni kəşf etməsi haqqında məlumat yoxdur. Mikroorqanizmləri kəşf etməsi haqqında məlumat var. Ona görə bu variantı da götürmürük. Mikroorqanizmlər təbiətdə mühüm rol oynayan canlı aləmdir. Baxın, qeyd olunub ki, insanlara məlum olmayan, lakin təbiətdə və insan həyatında mühüm rol oynayan canlı aləmi kəşf elədi. Yəni, mühüm rol oynayan canlı aləmdir mikroorqanizmlər, təbiətdə həmçinin. Bu fikir tamamilə doğrudur və doğru cavab olur E variantı. İndi isə keçək 3 nömrəli test tapşırığına. Mətnin bir hissəsi bu səhifədədir, digər hissəsi isə növbəti səhifədədir. Gəlin oxuyaq. Mətnə uyğun sualı cavablandırın. Uğursuz bir döyüşdən sonra Teymur Lənk qaçıb bir daşın arxasında gizlənir, ətrafa göz gəzdirir. Görür ki, bir qarışqa buğda dənini daş yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən 69 dəfə aşağı düşür, nəhayət 70-ci dəfə qarışqa dəni apara bilir. Bunu görən, keçək növbəti səhifəyə. Bunu görən Teymur Lənk utanır ki, bir dəfə məğlub olmaqla geri çəkilib. O gizləndiyi yerdən çıxır, dan yeri sökülməmiş, qoşunu toplayıb yenidən döyüşə girir. Qalib gəlir və qalib gəlir. Sual belədir ki, Teymur Lənki yenidən qoşun toplayaraq döyüşə girməsi üçün nə sövq etdi? Döyüşdüyü tərəfin geri çəkilməsini eşitməsi, mətndə bu haqda məlumat yoxdur ki, yəni döyüşdüyü tərəf geri çəkilibdir. Ona görə bunu götürə bilmərik. Qarışqa ilə olan dialoqu. Teymur Lənk qarışqanı görür, amma qarışqa ilə dialoqa girməmişdi. Yəni onunla danışmamışdı. Ona görə bunu da çıxırıq. Qalibiyyətə olan inamı. Qalibiyyətə olan inamı olsaydı, o zaman döyüşdən geri çəkilməzdi. Yəni döyüşdən geri çəkilir də, bu daşın arxasında gizlənir. Demək ki, qalibiyyətə olan inamı sarsılır.
hamının onu qınayacağını düşünməsi, belə bir düşüncəsi yox idi və mətndə də bu haqqda məlumat yoxdur. Qarışqanın əzmkarlığı onu sövq eləyir ki, yenidən döyüşə qayıtsın və artıq düşməni məğlub eləsin. Və nəticədə o gizləndiyi yerdən çıxır, dan yeri sökülməmiş qoşunu toplayıb yenidən döyüşə girir və qalib gəlir. Demək, Qarışqanın əzmkarlığı Teymur Ləngin qələbəsinə gətirib çıxartdı. Doğru cavab oldu D variantı. Dəyərli müəllimlər, bu video yəqin ki, sizlər üçün faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı, yəni öz dəyərli şərhlərinizi bizə bildirməyi unutmayın. Bildirəcəyiniz şərhlər nədən ibarətdir? Yəni, bu tipli videoları kanalımızda görmək istəyirsinizmi? Mətnlərlə bağlı yəni tapşırıqlar kanalımızda görmək istəyirsinizmi? Bunu mütləq şəkildə qeyd edin. Yəni, sizin rəyiniz bizim üçün çox önəmlidir və biz hər zaman rəyləri nəzərə alıb, növbəti videoda çalışırıq ki, rəylərdən nəticə çıxaraq və həmin rəylər üzrə mövzuların izahını, istənilən mövzuların, istənilən testlərin, istənilən hissələrin izahını sizlərə təqdim edək. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin. Bilirsiniz ki, nə qədər çox abunə sayımız artarsa, biz də imtahana qədər sizə dəstək olmağa çalışacağıq.